Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda həftəlik proqnoz olacaq. 3 dənə variant seçəcəksiniz. Xatırlatmaq istəyirəm ki, baxım ümumi. Əgər şəxsi baxım istəsəniz, şəxsi olaraq müraciət edə bilərsiniz. Burada isə ümumi açılımdır. Sizin seçiminiz çox vacibdir. Çalışın intuitiv seçin. Şəxsi açılımlar üçün Instagram üzərindən yalnız oradan müraciət edirsiniz. Yalnız orada baxıram. Instagram səhifəmin adı göstərilib videomun altında, keçid edib əlaqə saxlaya bilərsiniz. Deməli, gəlin baxaq, həftə boyu sizi nə gözləyir. Deməli, bu birincidir. Bu ikincidir. Bu da üçüncüdür. Deməli, seçiminizi edirsiniz. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz açılıma. Yəni, açılıma baxmağa. Deməli, mən sizə çox gözləmək istəmirəm. Gəlin başlayaq. Deməli, burada həftə boyu sizdə gün ərzində, yəni həftə boyu günlər içində, yəni gün ərzində çoxlu yollar ola bilər, qısa yollar və həmçinin də hansısa deyək ki, distant işləriniz ola bilər. Bunlar günlükdür və həmçinin də hansısa işləri tez-tez həll etmə məsələləri aktual ola bilər. Yəni nəyisə tez etmək, nəyisə deyək ki, gün içində etmək, amma bunu tez etmək. Və həmçində hansısa siz, misal üçün, yuvanan bir şey var idisə, gözlədiyiniz bir şey var idisə, anidən siz həftə boyu tez nəticə əldə edə bilərsiniz. Həmçində həftə boyu başlanılan hər hansı bir iş varsa, onlar tez nəticə, yəni o işlərdən tez nəticə əldə edə bilərsiniz. Deyək ki, hansısa iş başladınız, bir var ki, çox gözləməlisiniz hər hansı bir nəticəni əldə etmək üçün. Burada isə çox gözləməyə ehtiyacı yoxdur, yəni ehtiyac olmayacaq. Gözləməyə siz anidən elə tezdə nəticə əldə edə bilərsiniz. Bunlar həmçinin dediyim kimi hansısa tez işlərin həll olunması və tezdə nəticələrin alınması ilə əlaqədardır. Deməli, biz sferalara dəyinsək, burada deməli, birinci də qeyd etmək istəyirəm sferalardan qabaq. Burada su ünsüründən olan insanlar, su ünsürü bir də hava ünsüründən olan insanların həyatınıza deməli, təsiri aktual olacaq və həmçinin də deməli, su ünsüründən balıq, xərçəng, əqrəb ola bilər, hava ünsüründənsə əkizlər, dovça, tərəzi ola bilər. Belə insanlarla ilişkilər və belə insanların həyatınıza təsiri aktual ola bilər və həmçində siz özünüz belə ünsürdən ola bilərsiniz, yəni belə bürclərdən ola bilərsiniz. Lakin burada əgər sizin ünsürünüzdən, yəni siz özünüz belə ünsürdənsinizsə, sizin ünsürünüzdən də yəni insan qabağınıza çıxacaq, təsir göstərəcək. Siz özünüz belə ünsürdənsinizsə, burada sizin öz addımlarınızdan və öz hansısa qərarlarınızdan da çox şey asılı ola bilər və həmçinin də burada belə bir şey də ola bilər ki, misal üçün siz daha çox özünüzə də fokuslana bilərsiniz. Yəni mən nəyi istəyirəm, mənə nə lazımdır və mən istədiyimi almaq üçün nə etməliyəm. Yəni burada daha çox özünə və öz istəklərinə fokus vacib olacaq. Əgər bu ünsürlərdənsinizsə, bu ünsürdən deyilsinizsə, burada daha çox elə insanların təsiri və elə insanların deyək ki, sizin istəklərinizə təsiri aktual ola bilər. Deməli, biz sferalara dəyinsək, burada sferalarda deməli, şəxsi həyatınızda gözəl duyğusal ilişki yarana bilər və həmçinin də ikinci yarınızı tapmış kimi, yəni burada belə sizin tam belə istədiyiniz və həmçinin də sizə tam uyğun bir insandır bu. Həmçinin də qeyd etmək istəyirəm ki, burada deməli ilişkilər varsa, ilişkidə tam bir-birinizi anlama, bir-birinizi deyək ki, dəstəkləmə durumu aktual ola bilər. Yəni tam duyğusal, tətmin edici və tam duyğusal olaraq sevinç və sevgi yaşayacağınız bir dönəm və
həftə olacaq. Həmçinin də qeyd etmək istəyirəm ki, təksinizsə, burada dediyim kimi tam istədiyiniz bir insan çıxır. Əgər ilişkidə problemlər var idisə, misal üçün siz hər hansı bir dava olmuşdusa, hər hansı bir sözlü dalaş olmuşdusa, burada həmin bu hansısa negativ duyğuların geridə qalınması, barışma ola bilər və həmçinin də elə bir şey ola bilər ki, misal üçün ümumi açılımdır bu, hansısa keçmişdə yaşadığınız negativ artıq qutarır və sizi tam anlayan, tam sizi başa düşən insan durur qabağınızda. Həmçinin bu həmin partnyor ola bilər, həmçinin də bu təzə bir insan ola bilər, hansı ki sizə unutdurur o həmin travmaları və negativ emosiyaları. Yəni burada tam sevgi dolu və tam anlayan bir ilişki, tam sizi deyək ki, təmin edən bir ilişki olur. Burada deməli iş və ya təhsilinizdə burada sizin qərar verməli ya da ki qərarsızlığınız çox ön planda olacaq. Həmçinin də bir neçə işi həll etmə durumu aktual olacaq. Yəni tək iş deyil də, tək məsələ deyil də, bir neçə məsələnin həll olunması aktual ola bilər. Yəni misal üçün bir neçə yerə müraciət etməlisiniz ya da bir neçə yerdən hansısa nəticə almalısınız. Yəni burada tək məsələ deyil, bir neçə məsələnin həll olunması və bir neçə məsələyə fokuslanmaq aktual ola bilər. Bu həmçinin iş və ya təhsilə yansıya bilər. Həmçinin də qeyd etmək istəyirəm ki, misal üçün sizin özünüz qərarsız bir insansınızsa, burada seçim aktual ola bilər və qərarsızlığın davam etdirilməsi göstərilir. Yəni burada hələ hər hansı bir nəticə gözləyirsinizsə, o nəticə alınmaya bilər. Yəni necə alınmaya bilər? Gəlməyə bilər də. Yəni daha gözləməniz, yəni daha siz gözləməlisiniz ki, o nəticə gəlsin. Yəni yuvanan proseslər ola bilər. Həmçinin də bu yuvanan proseslər həm sizin özünüzdən qaynaqlana bilər, həmçinin də qarşı tərəfdən qaynaqlana bilər. Yəni burada belə şeylər aktualdır, çünki bu ümumi açılımdır. Yeganə bir belə deyək ki, bu qərarsızlığın verdiyi bir negativ tərəf ola bilər. O da ki, maddiyyatınıza yansıyan bir negativlik ola bilər. Burada çıxılmaz bir vəziyyət yarana bilər. Həmçinin də bir neçə yerə xərcləmə ya da bir neçə yerdən gözləntiniz var idisə maddiyyatla bağlı, o gözləntilərinizin hələ tam gerçəkləşmədiyi və ya tam istədiyiniz kimi alınmadığı göstərilir. Yəni burada biraz bu cəhətdən, yəni qərarsızlığın verdiyi və həmçinin bu qərarsızlığın maddiyyata biraz negativ təsir göstərildiyi görünür buradan. Həmçinin də qeyd etmək istəyirəm ki, burada bir neçə yerdən maddiyyat əldə olunması və bir neçə yerə maddiyyatın xərclənməsi də aktualdır. Ona görə diqqətli olursunuz. Deməli, burada həftə boyu sizdə deməli od ünsüründən, bir də su ünsüründən olan insanların həyatınıza təsiri bol və aktual olacaq. Həmçinin siz özünüz belə ünsürdən ola bilərsiniz. Əgər özünüz belə ünsürdən deyilsinizsə, bu bir problem deyil. Çünki belə ünsürdən, yəni sadaladığım ünsürdən yəni insanların həyatınıza təsiri olacaq. Deməli, od ünsüründən şir, ox atan qoç ola bilər. Su ünsüründənsə balıq, xərçəng, əqrəb ola bilər. Belə insanların dediyim kimi həyatınıza təsiri aktual olacaq və həmçinin belə insanlar hər hansı bir gözlənti və ya hər hansı bir deyək ki, müzakirə ola da bilər. Yəni o insanlar barəsində müzakirə aparırsınız ya da o insanlarla bağlı hansısa gözləntiniz var. Bu da aktual ola bilər. Özünüz belə ünsürdənsinizsə, sadaladığım, ondan qabaq dediyimdə aktualdır sizin üçün. Amma əlavətən sizin özünüzdən, yəni sizin öz addımlarınızdan və öz istəklərinizdən asılı olan proseslər olacaq. Yəni siz özünüzə fokuslanacaqsınız və öz istəklərinizi ön planda tutacaqsınız ki, mən nə istəyirəm, mənə nə lazımdır və mən belə edəcəm, necə mənə lazımdır. Həmçinin də qeyd etmək istəyirəm ki, deməli, burada belə sferalara dəyinsək, burada qısacası sizin şəxsi həyatınızda gözəl hansısa danışıq qurula bilər, gözəl kommunikasiya qurula bilər. Həftə boyu siz istədiyiniz xəbərləri alacaqsınız, istədiyiniz sizə xoş gələn xəbərlərin və danışığın qurulması ola bilər və həmçinin də burada deyək ki,
daha çox duyğusal deyil də, yəni burada duyğusallıq da var, amma burada daha çox olur ki, misal üçün tək duyğusallıqdır da ilişkidə. Amma burada duyğusallıqdan əlavətən real belə addımlar, real nə edə bilərik, planlar qurula bilər. Yəni gələcəyə dair, misal üçün birlikdə nəsə etmək, birlikdə real bir şey, yəni necə deyirlər, sosiumda, yəni cəmiyyətdə edilən hansısa addımları və ya məsələləri həll etmək və onun üzərinə qurulan planlar və danışıqlar ola bilər. Misal üçün real bir görüş haqqında danışıq qurursunuz ya da real nəsə birlikdə etmək üçün danışıq qurursunuz. Həmçində bu deyək ki də cəmiyyətlə bağlı məsələlərdirsə bu qazanc ola bilər, iş ola bilər, amma bu ilişkidə baş verən proseslərdir. Yəni misal üçün sizə qarşı tərəf işi ilə bağlı nəsə danışır. Yəni söhbət xoş keçir, amma real hansısa cəmiyyətlə bağlı və sizi əhatə edən proseslərlə və real bir yəni bu maddi əllə götürülən və ya edilən işlərlə bağlı məsələlər aktual ola bilər. Yəni izah etməyə çalışdım. Ümid edirəm ki, anlayırsınız nə demək istəyirəm. Burada dediyim kimi, duyğusallıqdan savay real bir işlərin müzakirə olunması ola bilər, real bir məsələlərin müzakirə. Yəni bir var xəyal bir şey müzakirə edirik biz, hansısa deyək ki, belə duyğusallıqdan, hansısa deyək ki, duyğulardan və deyək ki, hansısa sizə xoş gələn şeylər. Bir də var ki, real hansısa addımlardan danışırıq və real olan proseslərdən danışırıq. Yəni bu xəyal bir şey deyil, bu real bir məsələdir. Və həmçində qeyd etmək istəyirəm ki, sizin deyək ki, təksinizsə, şəxsi həyatınızda heç bir insan yoxdursa, burada sizin daha çox duyğusal deyil də daha çox praktiki, yəni praktiki işlərə və praktiki tərəflərə yönəlməyiniz tövsiyə olunur. Çünki praktiki yerlərdən, misal üçün hər hansı bir bu iş ola bilər, hər hansı bir qurum ola bilər, hər hansı bir real bir yerdə sizin qarşılaşacağınız və misal üçün gedirsiniz hər hansı bir quruma və orada hansısa öz məsələnizi həll etmək istəyirsiniz. Bu bir belə bir misal gətirim ki, misal üçün evinizlə bağlı işıq ola bilər ya da qazla bağlı gedirsiniz nəyisə həll etməyə. O moment, yəni o sıradakı o işi həll etmək istəyirsiniz. O kommunikasiyanı qurarkən, yəni o danışığı qurarkən siz real sizə uyğun bir insanla qarşılaşırsınız və həmçinin də bu insanın sizə çox belə duyğusaldan çox sizə praktiki yanaşdığını və sizin özünüzün də praktiki yanaşdığınız və sizə praktiki cəhətdən uyğun olan bir insanla qarşılaşa bilərsiniz. Hansı ki, daha çox real bir həyata uyğun bir insandır. Yəni burada bu daha çox göstərilir. Və həmçində qeyd etmək istəyirəm ki, yəni bu işıq qazla bağlı bir misaldır. Bu hər hansı bir məsələnin və həmçinin də sizin praktiki cəhətdən qiymətləndirdiyiniz və praktiki söhbət apardığınız bir insan ola bilər. Hansını ki, siz praktiki tərəfdən birinci qiymətləndirirsiniz və bu sizə həm duyğusal təmin edici his verir, həm də ki, praktiki cəhətdən sizi təmin edir. Yəni burada bu göstərilir. Həmçində qeyd etmək istəyirəm ki, deməli burada yeganə bir sizin problemləriniz, deməli həftə boyu burada qəlb qırıqlığı ola bilər və bu qəlb qırıqlığı başqa insanlar tərəfindən sizin həyatınıza təsiri ola bilər. Yəni başqa insanlara görə qəlb qırıqlığı, onların qatışmağına görə gələn bir qəlb qırıqlığı ola bilər və həmçinin də burada deməli maddiyyat desək, maddiyyatda sizin daha çox deməli bir neçə məsələni həll etmək və bir neçə işi etmək üçün maddiyyat sərf etdiyinizi göstərilir. Burada həm bir neçə işi həll etmək lazımdır ki, o maddiyyatı əldə edəsiniz. Həmçinin də burada bir neçə yerə xərcləmə ola bilər. Yəni bu hətta balaca cüzi xərcləmə də olsa bu toplanılır daha böyük bir şeyə və üstünüzdə yük kimi hiss oluna bilər və həmçinin də burada qanqaralıq, narahatçılıq ola bilər maddiyyatdan. Yəni burada sizin öz
tətmin olunmamağınız göstərilir maddiyatda. Burada çox böyük bir problem deyil. Yəni xərcləmə dediyiniz hər insanın həyatında olur. Amma burada sizin gözləntilərinizin qarşılanmadığına görə yaşadığınız bir qanqaraçılıq ola bilər. Burada iş və ya təhsilə gəldikdə isə burada ümumiyyətcə sizə distant, yəni ya heç bir işlə və ya təhsillə bağlı məsələniz yoxdur və ya burada ikinci bir variant ola bilər ki, siz misal üçün ümumi açılımdır deyəni bunu da izah edirəm. Burada göstərilir ki, bəzi insanlarda bəzilərində burada heç iş və ya təhsilin aktual olmamağı göstərilir. Yəni onların ümumiyyətlə belə işlərdən uzaq qalmağı göstərilir. Bəzi insanlarda isə burada distant hansısa işi həll etmək, hansısa təhsilə yönəlmək, amma bu distant bir şəkildə olan bir proseslərdir. Yəni başqa ölkə, başqa deyək ki, xarici bir ölkə ola bilər və həmçində bu evdə otursanız belə sizdən uzaq olan, yəni siz o yerə getmirsiniz də, siz onu evdən distant bir şəkildə həll edirsiniz. Həmçində bu dediyim kimi distant başqa bir ölkə, başqa bir şəhər, onunla bağlı işlərin həll olunması və onunla bağlı məsələlərin həll olunması barədə işlər aktual ola bilər. Deməli, burada gözəl görüşlərin duyğusal tətmin edici duyğuların alınması ola bilər həftə boyu. Həmçində bir neçə xəyalın qurulması, bir neçə planın qurulması ola bilər həftə boyu. Bunlar da duyğusal tətmin edici hisslər sizə verəcək. Yəni gələcək ilə bağlı, həmçinin də sizin istəklərinizlə bağlı xəyal qurmağınız sizi çox duyğusal edərək, duyğusal tətmin edərək sizə gözəl anlar bəxş edə bilər. Həmçində burada gözəl duyğusal görüşlər ola bilər və yeganə bir şeydir ki, bu ya sizin tərəfinizdən qapanıqlıq ola bilər çevrənizə qarşı, ya da ki, istədiyiniz şəxsdən həftə boyu deməli ən çox həyatınıza təsir göstərən bürclərdən deməli torpaq ünsürü ola bilər, su ünsürü ola bilər. Torpaq ünsürü deməli yeganə bir hava ünsüründən olan bürc isə təsir göstərən olacaq dolça bürcü. Deməli torpaq ünsürü qız, boğa, oğlaq ola bilər, su ünsürü balıq, xərçəng, əqrəb ola bilər. Belə insanların həyatınıza təsiri aktual ola bilər və yeganə dediyim bir bürc, deməli dolça bürcünün təsiri ola bilər. Əgər siz özünüz belə bürclərdənsinizsə, sizin özünüzün və öz istəklərinizdən asılı olaraq situasiyalar baş verə bilər. Yəni siz daha çox öz istəklərinizə, öz istəkləriniz doğrultusunda addımlar ata bilərsiniz və burada ancaq mən nə istəyirəm və mən necə istəyirəm, elə də etməliyəm. Belə məsələlər aktual ola bilər, belə situasiyalar. Əgər siz özünüz belə ünsürdən deyilsinizsə, belə insanların ünsürü, yəni belə ünsürdən olan insanların həyatınıza təsiri, yəni belə bürclərdən olan insanların həyatınıza təsiri aktual olacaq və həmçində qeyd etmək istəyirəm ki, deməli şəxsi həyatınızda və həmçinin də həftə boyu deməli öz şəxsi həyatınızda və həyatınızda sevinç dolu hisslər əldə edə bilərsiniz və həmçinin də burada təzə ilişkilərin başlanması ola bilər, təzə ilişkilərlə bağlı məsələlər aktual ola bilər. Yəni misal üçün harasa getmək, tanışmaq, yəni belə şeylər aktual ola bilər və həmçinin də burada ilk başlayaraq ilişki daha çox heç nəyə, yəni heç bir ciddilik olmadan, amma bu ciddilik, yəni ilk ərəfələrdə zaten ciddilik gözlənilə bilməz, amma daha çox burada əyləncə dolu və sizin sevinəcəyiniz və sevinç dolu hisslər yaşayacağınız bir ilişkilər ola bilər. Həmçinin burada insanlar hansı ki baxır, uşaqları olan insanlar burada daha çox uşaqlarınızla bağlı və ya uşaqlarla bağlı məsələlərdə sevinç yaşaya bilərsiniz və burada onlarla bağlı məsələlər aktual ola bilər. Əgər təksinizsə, ilişkiniz yoxdursa, burada sizin daha çox əyləncə məkanlarına və ya əyləncə dolu olan yerlərə yönəlməyiniz tövsiyə olunur. Bu hətta bir TikTokda ola bilər, çünki TikTok da əyləncə yeridir və həmçində hər hansı bir restoran, kafe, yəni əyləncə yaşanılan və insanların əyləndiyi bir yerlərdə gözəl bir tanışıqlıq qurula bilər. Burada sevinç dolu hisslər ola bilər. Lakin əgər siz ən başdan ciddilik istəyirsinizsə, bu ciddiliyi gərək vurğulayasınız. Çünki burada daha çox ciddilikdən
savayı əylənmək gənclərin, yəni yaşadığı hissiyat olur. Yəni heç bir plan qurmadan ancaq əylənək, sevinək, belə şeylər daha ön planda ola bilər. Dediyim kimi burada yeganə bir şey ya sizin tərəfinizdən hər hansı bir qapanıqlıq ola bilər, ya da ki qarşı tərəfdə bir qapanıqlıq ola bilər. Amma bu şərt deyil ki şəxsi həyatda olsun, bu həyatınızda olan bir məsələ də ola bilər və həmçinin də insanın ya sizin yetərincə sizdən istənildiyi hansısa duyğunu ya da maddi köməkliyi göstərməmək istəyi ola bilər. Həmçinin də sizin istədiyiniz insandan, misal üçün hər hansı bir insandan bir gözləntiniz var, hər hansı bir insandan nəsə istəyirsiniz əldə etmək. Bu həm duyğusallıq ola bilər, həm deməli maddi kömək ola bilər, hər hansı bir kömək ola bilər. Bu insanla siz belə bir necə deyərlər, onun qapanıqlığını görə bilərsiniz. Yəni o insanın sizin istədiyinizi verməmək kimi bir üzünü görə bilərsiniz də, yəni belə bir cəhətini görə bilərsiniz. Burada amma dediyim kimi bu şəxsi həyata şərt deyil ki, aid olsun. Bu sizin öz həyatınızda olan bir prosesdə ola bilər. Çünki burada bu da göstərilir. Deməli, biz baxsaq, nəzərə salsaq, deməli sizin iş və ya təhsilinizdə və ya maddiyyatınızda burada daha çox deməli xəstəlik ön planda ola bilər. Bu xəstəlik həm real xəstəlik ola bilər, həmçində sizin əldə etmək istədiyiniz şeyin əldə olunmaması ilə bağlı bu mənəvi bir xəstəlik də ola bilər. Haçan ki biz istədiyimizi ala bilmirik və bununla bağlı narahatçılıq yaşayırıq. Burada xəstəliklə bağlı məsələlər aktualdır və həmçinin də çevrənizə diqqət yetirin. Sizin çevrənizdən də kiminsə xəstəliyi təsir göstərə bilər. Həmçinin də burada hər hansı bir iş və ya təhsil gözləntiniz varsa, onlar hələ alınmaya bilər və qeyd etmək istəyirəm ki, burada maddiyyatın hansısa yollara xərclənməsi ola bilər, harasa getmək, gəlmək və həmçinin də daha çox yollara xərclənilir və həmçində distant olan məsələlərə də xərclənilir. Burada həmçinin də gələcəklə bağlı hansısa yerlərə yatırım məqsədi ilə və ya hər hansı bir yerə xərcləmə də ola bilər. Amma bu sizin nəyisə əldə etmək istəyinizlə əlaqədar ola bilər. Yəni nəyisə əldə etmək istəyirəm, buna görə də xərcləmə edirəm. Həmçinin də burada deməli bu həm yollara xərcləmə də ola bilər, həmçinin də bu yoldan həmin pulun əldə olunması ola bilər. Çünki bəzi insanlarda işləri yollarla bağlı əlaqədar ola bilər, harasa getməklə əlaqədar ola bilər. Belə yerlərdən o pulların alınması da ola bilər. Çünki bu ümumi açılımdır. Ona görə hər situasiyanı, hər insan həyatını əhatə etməyə çalışıram, izah edirəm dərinləməsinə. Ona görə nəzərinizə bunu çatdırıram. Əgər hər hansı bir açılım istəsəniz, onun üçün yaza bilərsiniz şərh bölməsinə. Mən sizinlə sağollaşıram. Sağ olun.